Salam əziz izləyicilər, gördüyünüz kimi Siemens markalı paltaryanımız. Müştərimizin şikayəti paltaryan vaxtından çox işləyirdi və gördüyünüz kimi problem tendən idi. Ten artıq sıradan çıxmışdı. Paltaryanın teni sıradan çıxdığına görə paltaryan vaxtından çox işləyirdi, yəni qurtarmırdı. Gec bitirirdi paltaryanı. Və gördüyünüz kimi artıq yeni tenlə bərpa etdik. Artıq paltaryanımız yaxşı bir vəziyyətdə işləyir. Artıq tenin vəziyyətini də görürsünüz. Sıradan çıxmış bir vəziyyətdə. Paltaryanımızın sol tərəfində olan sürüşlərin səbəbi isə paltaryanın paraşok qabından su buraxması idi. Sizin də paltaryanınızda belə bir sürüklər varsa və ya sol tərəfindən su buraxırsa, bizimlə əlaqə saxlamağı unutmayın. Əlaqə nömrəmiz adda 055 215 44 54. Kanala abunə olub like atmağı da unutmayın. Hələlik.